Hörmətli iştirakçılar, axşamınız xeyir olsun. İlk növbədə hər birinizi salamlayırıq. Xoş gördük deyirik hər birinizi. Bildiyimiz kimi sizlər üçün təşkil etmiş olduğumuz proqramın artıq növbəti təlimindəyik və təlimcimiz də hər zaman olduğu kimi Sufra xanımdır. Sufra xanım, salamlayırıq sizi. Axşamınız xeyir olsun. Mən istərdim Axşamınız xeyir. Ümid edirəm səsim aydın gəlir. Bəli, səsiniz aydın gəlir. Buyurun, söz sizdədir. Aha, əla. Mən görüntünü açım. Okay. Deməli, bugün təlimimizin 3-cü dərsindəyik. Ümid edirəm ki, bugünə kimi bir şeylər qatmışam sizə, öyrənmisiniz və aydın olub sizə dərslər. Əgər suallarınız varsa, həmin yəni dərs əsnasında da suallarınız yaranarsa, indi də varsa, sonuna verərik. Qeyd eləyin özünüzdə hər hansı bir sualınız yaransa, sonunda bütün sualları cavablayacağam. İndi istəyirəm ki, paylaşım ekranı və başlayaq. Deməli, bugün əsasən biz həm ümumi səhifə analizindən, həm də ki, kontent hissəsindən keçəcəyik dərsləri. İstəyirəm ki, sizə sual verim ki, sizcə səhifə analizi edərkən nələrə diqqət etməliyik biz? Ümumiyyətlə, hər hansı bir səhifəyə daxil olduqda ilk nəyə baxırsınız, nəyə diqqət edirsiniz? Chat bölməsinə yaza bilərsiniz. Aha. Kimlər nəyə diqqət edir səhifə analizində? Dəqiqə çata baxın. Hələ ki yazılmayıb. Bizim maraq dairəmizə nə ola bilər, ona baxıram. İzləyici sayına biraz qəribə sual oldu. Yox, əslində yəqin siz yaxşı başa düşməmisiniz. Məsələn, hər hansı bir səhifəyə daxil olduqda nəyə baxırsınız, nəyə diqqət edirsiniz? Ümumiyyətlə, nəyə baxılmalıdır? Harda yazılanlar və postların çoxuna, səhifənin kontentinə, paylaşımların keyfiyyətinə, okey, bu əla. Əslində, izləyici sayı deməyək, çünki izləyici sayı hal-hazırda çox böyük bir rol oynamır. Çünki izləyici sayı çox ola bilər, amma həmin səhifənin əsas faydasına, kontentinə diqqət etmək lazımdır. Biz öz səhifəmizdən demirəm, hər hansı bir səhifə, əsasən. Ki, həmin məlumatlar biz özümüzdə səhifə açanda bizə lazımdır. Biosuna, adına, əla, profilinə, daha sonra kommentlərə, okey, ola bilər. Sonra məncə kifayətdir. O zaman keçək biz PDF-imizə. Deməli, səhifə analizində bizə daha detallı baxsaq nələr lazımdır? Ən əsası profil məlumatları. Profil məlumatı dedikdə, bir dəqiqə mən bunu bağlayayım, təzədən açım. Çünki itdi görüntü. Aha, əla. Deməli, əsas baxırıq profil məlumatlarına. Profil məlumatları dedikdə nə başa düşürük? Profil adımız, daha sonra açar sözlər, profil hissəsində yazılan açar sözlər, loqomuz, hər biri bizim profil məlumatlarımızdır. Sonra gəlirik kontentin keyfiyyəti. Bir nəfər kontent qeyd eləmişdi orada. Kontentin keyfiyyəti çox önəmlidir. Kontentə diqqət etməliyik. Yəni, indi kontent haqqında detallı danışacağıq. Ümumiyyətlə, necə bölməliyik, nələrdən istifadə etməliyik. Takipçi sayı və onların analizi. Şərt deyil, takipçi sayımız çox olsun. Əsas odur, baxırıq, giveaway deyil, panel deyil, nə bilim, bot deyil. Çünki hal-hazırda səhifəyə əgər bot vurulsa, panel vurulsa, giveaway ilə yığılmış takipçilər olsa, o zaman bizim səhifəmizin heç bir mənası qalmayacaq, heç bir fayda
qatmayacaq. Həmçinin biz həmin səhifədən nə gəlir əldə edə biləcəyik, nə də takipçi, real takipçi. Ona görə mütləq səhifədə takipçi sayı real olmalıdır. Daha sonra əməkdaşlıqlarına baxırıq ki, kimlərlə əməkdaşlıq qurub. Bundakı bir çox səhifələr öz highlight bölməsində qeyd eləyirlər. Panel səhifələri necə təmizləmək? Manual şəkildə bir-bir gərək təmizləyəsiniz. Yoxsa birdən-birə eləsəz belə spama düşə bilər. Ona görə az-az təmizləyə bilərsiniz. Hardasa hər gün 10 takipçi falan belə silə bilərsiniz. Hashtaglərdir. Hashtaglər məsələn əvvəl daha çox aktual idi. İndi isə daha çox istifadə olunmur. Olunsa belə bizə heç bir xeyri yoxdur. Belə deyim və istifadə olunanda da maksimum 3, 4, 5 hashtagdən istifadə etməyinizi məsləhət görürəm ki, onun çoxluğu bizim üçün heç bir fayda kəsb eləmir. Platformalar üzrə effektiv addımlar atmaq dedikdə, Facebook üzərindən biz təbii ki, reklamlar veririk daha çox. LinkedIn üzərindən daha peşəkar, əgər iş axtarırıqsa və ya işçi axtarırıqsa, profil aça bilərik. B2B satışlar üçün çox yaxşıdır LinkedIn profili və LinkedIn-də belə deyim, Instagram-dan, TikTok-dan falan fərqli olaraq, düzdür, orada da necə min adam bir onu yəni siz orada bilirsiniz də artıq paneldə yoxsa yox. LinkedIn-də daha çox peşəkar görüntü əldə etməlisiniz. Yəni orada profil şəkliniz, hər bir şey, yazılan hər bir yazıya kimi diqqət etməlisiniz ki, orada həm işçi axtarırlar, sizi axtara bilərlər. Həmçinin siz özünüzü orada elə təqdim etməlisiniz ki, LinkedIn elə bil sizin CV-ninizdir. Yəni bir sözlə belə formada LinkedIn-i istifadə edə bilərsiniz və həmçinin LinkedIn-də də sponsorlu reklamlar vermək olur. TikTokda artıq bilirik, daha çox trendlər olur, yəni keşfətə düşür. Instagramdan fərqli olaraq, Instagramda daha çox faydalı məlumatlar paylaşırıqsa, TikTokda da düzdür paylaşır, amma TikTok daha çox əyləncəli bir platformadır, ona görə orada trendlərə üstünlük verməliyik. Instagramda ilkin mərhələ 2 istiqamət üzrə yanaşma etsək. Birincisi biznes profildə, hansı ki biz xidmət, məhsul və s. satırıq. İkincisi şəxsi brendləşmə. Yəni özümüz şəxsi bir profil, öz adımızı brend eləyirik. Ona görə 2 istiqamət üzrə baxırıq və Instagramda ilkin mərhələdə əsas birinci profil optimizasiyası eləyirik. Profil optimizasiyası ümumiyyətlə nədir? Profil şəklinin düzəldilməsi, daha sonra bio hissəsinin düzəldilməsi, highlightın düzəldilməsi, moodboardumuz necə görünür? Moodboardumuz da ümumi vizualımız adlanır. Yəni bizim Instagramda yerləşdirdiyimiz postlar ümumi vizualımız, moodboardumuz adlana bilər. Ona diqqət etməliyik ki, necə görünür. Sonrakı mərhələlərdə isə artıq storylər vasitəsilə izləyicilər əldə edirik, marafonlar keçirə bilərik, webinarlarla daha çox tanına bilərik. Ən əsası da davamlılıq. Əgər siz bir gün paylaşıb, 5 gün paylaşmayıb, yenə bir gün paylaşacaqsınızsa, burada Instagramdan nəticə ala bilməyəcəksiniz. Ona görə davamlı olsanız həm takipçi yığacaqsınız, həmçinin satışlar orada əldə edə bilərsiniz. Sonra kontent plana başlamaq üçün bizə nə lazımdır? Ən əsası, mən bunu Marketing 4P-də də demişdim ki, marketing planlaması da ümumiyyətlə xidmətimiz və məhsulumuzu düzgün araşdırmaq, düzgün təyin etmək lazımdır. Və burada da xidməti və ya məhsulu yaxşı tanımaq lazımdır. Ola bilər ki, siz öz biznesinizi qurmursunuz, SMM kimi fəaliyyət göstərirsiniz və ya content menecer kimi. Bir content menecer kontentin necə qurmalıdır? Ümumiyyətlə, hardan başlamalıdır? Birinci xidməti tanımalısınız. Bunun üçün də sahibkardan onun xidməti və ya məhsulu haqqında detallı brief götürməlisiniz. Yəni, detallı məlumat əldə etməlisiniz. Daha sonra siz kontent planına başlamalısınız. Baxın, orada qeyd edilmişəm, rəhbər şəxsdən brief almaq. İlk olaraq şirkət haqqında brief almalısınız detallı şəkildə. Nə vaxt yaranıb ola bilər, tarixi, nə bilim, gördüyü işlər, hansı rənglərdən, hansı şriflərdən istifadə edə bilər, nə bilim, sektoru nədir, detallı olaraq niş sahələri nədir, ola bilər ki, yəni onlar sırf bir sahəyə xitab edirlər. Hər bir şeyi, bildiyiniz hər bir şeyi öyrənməlisiniz və
çoxlu araşdırma eləməlisiniz. Araşdırmaların da ən birincisi bazar araşdırmasıdır ki, rəqibləri araşdıraraq sizdə ideyalar formalaşmağa başlayır artıq. Məsələn, düşünə bilərsiniz ki, filan rəqiblər bunu eləyib, biz başqa fərqli yöndə gedə bilərik. Sizə istər-istəməz belə deyim, ideyalar gəlməyə başlayır ağlınıza. Trendləri izləmək. Trendlər dediyimdə, yəni trendlər hər biri bütün sahələrə aid deyə bir şey yoxdur. Ola bilər ki, sizin sahəniz məsələn bank sektorudur və ya vəkil daha ciddidir. Ona bütün trendləri izləyib də tətbiq etmək uyğun deyil. Ona görə də siz öz sahənizə uyğun trendləri izləyə bilərsiniz. Trendləri də Instagramdan izləyə bilərsiniz, TikTokdan, xarici bazardan, ümumi kəşfiyyatdan baxa bilərsiniz. Pinterestdən axtara bilərsiniz. Yəni ideyalar əslində çoxdur. İdeyaları tapmaq üçün variantlar belə çoxdur. Daha sonra ən sonda gəlirik kontent yaratmağa. Kontent yaratmaq üçün də hal-hazırda AI-lar var. AI-dan full %100 istifadə etməzdim. 50-50-yə istifadə eləməlisiniz mütləq. Həm istifadə etməlisiniz, həm də %100 istifadə etməməlisiniz. Öz ideyalarınızı da ora qatmalısınız. Məsələn, adi AI-ya prompt yazmaq üçün belə insan düşünməlidir ki, mən nə prompt yazacağam ki, o mənə düzgün kontent ideyaları verə bilsin. Hər birini detallı şəkildə araşdırıb, axtarıb, ən sonda kontenti yaratmağa başlayırsınız. İndi baxaq ki, ümumiyyətlə izləyici nə görmək istəyir? Yəni izləyici bir səhifədə nə görmək istəyir? Tutalım ingilis dili səhifəsidir. İngilis dili səhifəsində daha çox siz istəyirsiniz ki, məlumat çox olsun. Məsələn, ödənişlə öyrənə bilmirsinizsə belə, ödənişsiz bir-iki məlumatı siz öyrənə biləsiniz. Bunun üçün ingilis dili müəlliməsi nə etməlidir? Səhifəsində maksimum faydalı postlar paylaşmalıdır. Birincisi, ödənişsiz olsun güvəninizi qazanacaq. İkincisi də siz nə zaman maddi olaraq hazır olsanız, həmin müəllimdən istəyəcəksiniz ki, dərs alasınız. Yəni artıq başqa birini düşünməyəcəksiniz və ya ola bilər ki, hal-hazırda artıq qərar vermə mərhələsindəsiz və seçim arasında qalmısınız. Hansı müəllimi daha çox seçəcəksiniz? Sosial mediasında aktiv olan, sosial mediasında faydalı məlumatlar paylaşan, güvən verən, sizin ehtiyacınızı qarşılayan. Ona görə də izləyici istəyir ki, fayda görsün, səsləri bağlayaq, zəhmət olmasa. Çox sağ olun. Deməli, fayda görsün, güvən yaranmalıdır həmin izləyicidə, həmin izləyicinin ehtiyacı qarşılanmalıdır və bol məlumatlılıq olmalıdır. Səhifənizdə məsələn, əgər SMM səhifəsidirsə, SMM-ə aid paylaşımlar olunmalıdır. Siz özünüzü peşəkar şəkildə göstərməlisiniz. Nəyə, kimə xitab eləməyinizi birinci dəqiqləşdirirsiniz. Daha sonra ona uyğun kontentlər yaratmağa başlayırsınız. Kontentimizi də əsas bölürük 3 kateqoriyaya. Məlumat kontenti, satış kontenti və əyləncə kontenti. Niyə görə? Siz birinci məlumatdan başlamalısınız. Çünki insanlara faydalı məlumat verməlisiniz ki, yararlı. O insanlar sizə güvənsin və sizin səhifənizə gəlsinlər, abunə olsunlar, nə bilim, takib atsınlar, hər hansı bir mesajı yazsınlar, aktivlik etsinlər. Yəni məlumat özü belə bir neçə hissəyə bölünür. İndi çox detallı danışmayacağam. Sadəcə məlumat xarakterli, bayaq qeyd etdiyim kimi ingilis dili müəllimidirsə, məsələn, sözlərin mənaları, hər hansı bir filmdən alt yazıların, nə bilim, hər hansı bir filmin bir hissəsini götürüb tərcümə eləyir, onu deyir. Nə bilim, hansı kitablardan ilk başlayırıqsa, hansı kitablardan istifadə edə bilərik, ilk başlayırıqsa, nə bilim, qrammatikanı yox, danışıq necə öyrənə bilərik və s. məlumat, yəni çoxdur da, kiçik bir məlumatları paylaşa bilər. Sonra gəlirik satış. Yəni səhifəmizdə tək məlumat paylaşmaq da yaxşı deyil. Həmçinin satışa əlavə etməliyik səhifəmizdəki kontentlərə. Niyə? Çünki biz daim məlumat paylaşsaq, insanlar deyəcək ki, okey də, yəni zaten məlumat verirdi. Mən niyə görə bundan nəsə alım ki? Onun üçün gəlir devrəyə daxil olur satış yönümlü kontentlər. Ki məsələn ola bilər bu postlar ola bilər, bizim reklama qoyduğumuz sponsorlu reklamları verdiyimiz satış postları ola bilər, mətnləri hər birini artıq satışa yönəlik hazırlayırıq. Və bir də var əyləncə. Əyləncəyə həmçinin trendlər də daxildir ki, trendlərdən də istifadə edə bilərsiniz. Sonra kontentin tərkib hissəsi nədir? Mətndir, videodur və şəkildir. Əgər biz post hazırlayırıqsa, postda sadəcə şəkil və mətn olacaq.
Reels isə video və mətndən ibarət olacaq və mətnlər mütləq yazılmalıdır. Keçən səfər bir restoran səhifəsidir. Görürəm ki, qəşəng videolar paylaşır, amma alt mətn yoxdur. 0 dərəcəsinə heç nə yazmır da bu insan. Elə bil ki, videonu boş-boşuna paylaşır. Elə də olanda səhifədə nə bir dənə yorum var, nə kimsə bir-birinə göndərir, heç nə. Yəni mətn mütləq olmalıdır. Olmazsa olmazdır da. Yəni postumuz vizual olaraq, videomuz vizual olaraq diqqət çəkici olmalıdır ki, amma mətnimiz də çox önəmlidir. Adi satış postlarında belə ilk mətninə fikir veririk. Məsələn, ola bilər ki, bu insan səssiz baxır videoya. İstəyir ki, mətndən oxusun ki, bunun məntiqi nədir? Yəni mətndən daha yaxşı başa düşsünlər və mətndə çox uzun sözlərdən ibarət etmək olmaz. Mətn çalışmalıyıq ki, maksimum qısa olsun, amma əsas məlumatı izləyiciyə ötürə bilək. Şəkil bildiyimiz kimi postun vizualına mütləq diqqət etməliyik. Əgər o satış postudursa, həmçinin daha çox diqqət etməliyik ki, satış postumuzun vizualı necə olacaq, rəngləri necə olacaq, şrifti necə olacaq, üzərində nələr yazılacaq, headline nə olacaq, nə bilim, alt mətnləri nələr olacaq və 3-4 cümlədən artıq söz yazılmamalı. 3-4 sözdən artıq yazılar yazılmamalıdır şəkildə. Çünki sıxıcı olur və insanlar oxumurlar. Videomuzda həmçinin başlığı birinci güclü verməliyik. Videonun ilk 3 saniyəsini diqqət cəlb eləməliyik. Hətta deyərdim artıq o ilk 3 saniyə 2 saniyəyə belə düşüb. Çünki insanların səbri yoxdur. Yəni ard-arda keçirlər scroll eləyəndə. Ona görə çalışmalıyıq ki, ilk 2 saniyəsində belə insanların diqqətini çəkə bilərik. Çəkmək də necə ola bilər? Başlıqlarla, məsələn, yazılarla ola bilər, danışıqla ola bilər, daha sonra videoya giriş şəklimizdən ola bilər ki, bunlar hamısı qarmaqlar adlanır ki, yazı olaraq, başlıq olaraq, danışıq olaraq və ya görüntü olaraq videoya necə daxil oluruq. Daha sonrasını izləyicini, yəni videonu da çox uzun etmək lazım deyil. İlk 2 saniyəsini, 3 saniyəsini diqqət çəkin eləyirsiniz və əsas məlumatı 10, 15, 20 saniyə ərzində verib bitirməlisiniz. Çünki hal-hazırda, yəni gənclər olsun, ümumiyyətlə insanlar çox uzun şeylərə baxmaq istəmirlər, yorucu, ümumiyyətlə bir şeyləri izləmək istəmirlər. Bu arada suallarınızı qeyd eləyin özünüzdə. Ən sonda sual-cavab hissəsi gələcək. Mətn hissəsi necə yazılmalıdır? Diqqət çəkməlidir, maraq oyatmalıdır, dəyər verməlidir və hərəkətə çağırış olmalıdır. Hərəkətə çağırış yəqin ki, call to action bir çoxunuz bəlkə də eşitmişsiniz. Call to action mütləq olmalıdır. Əgər biz mətni diqqət çəkən, maraq oyadan və dəyər verən şəkildə yazmışıq, amma sonda hərəkətə çağırış yoxdursa, onun heç bir faydası olmayacaq. İlk olaraq biz dəyər verən bir mətn yazmalıyıq. Məsələn, ingilis dili kurslarına qeydiyyat başladım. Nə bilim, 3 ay ərzində filan qədər endirim olacaq, nə bilim, bu qədər qoşulana bu qədər endirim olacaq. Biz istərsimiz məlumatı veririk və dərslərimiz necə keçirilir, onun yazırıq orada qısa formada, dəyər qatırıq. Ən sonda hərəkətə çağırış. Qeydiyyatdan keçmək üçün direktə yazın və ya qeydiyyatdan keçmək üçün elə indi yazın. Elə indi qeydiyyatdan keç, 10% endirim qazan. Bunlar hamısı hərəkətə çağırış deməkdir. Bu sözlərdən, cümlələrdən mütləq şəkildə istifadə etməliyik. Burada nəsə yazılır? Yox, yazılmıyor. Sonra şəkilli postlar. Şəkilli postlar dedikdə mən burada motivasiya da qeyd eləmişəm. Ola bilər ki, sizin sektorunuza aid, sektorunuza uyğundursa motivasiya postlarından da istifadə edə bilərsiniz. Amma yox, sizin sektora uyğun deyilsə, ümumiyyətlə çox da məsləhət görmürəm. Satış postları, tanıtım və ilkin tanışlıq. İlk olaraq biz brendimizlə, şirkətimizlə, məhsulumuz və ya xidmətimizin fərqi yoxdur. Tanış olmaq üçün ilk postumuzu hazırlayırıq, paylaşırıq. Bunu video şəklində də təqdimat edə bilərik təbii ki. Amma şəkil formasında da təqdimat edə bilərik. Tanıtımıdır. Sonra gəlirik satış postlarımıza. Motivasiya yenə deyirəm, əgər ehtiyac yoxdursa, heç onu paylaşmağa dəyməz. Satış postumuz, bayaq qeyd etdim, necə olmalıdır? Hər birinə diqqətli şəkildə fikir verməliyik. Bir də var karusel postumuz. Karusel post ümumiyyətlə bilirsiniz, nədirsə yəqin eşitmişsiniz. Yəni çevirərək izlədiyimiz postlar bizim karusel postlar adlanır. Karusel postlarda əsas, hal-hazırda deyərdim ki, ümumiyyətlə karusel postlar çox aktualdır və video qədər, belə deyim, video qədər aktualdır.
Ona görə də kartel postlardan çoxlu istifadə edə bilərsiniz. Və necə istifadə edirik? Daha çox faydalı məlumat vermək üçün istifadə edirik. Yəqin görmüsünüz, məsələn, ilk başlıqda hər hansı bir sualı və ya hər hansı bir problemi yazırlar. Daha sonra çevirərək biz onu detallı şəkildə oxuya bilirik. Faydalıdır niyə görə? Yaxşıdır, bizə müsbət təsir var niyə görə? Çünki insanlar bəzən adi posta və ya videoya baxa bilmirlər və ya adi posta yazıları oxumağa tənbəllik eləyirlər. Kartel posta isə amma kiçik-kiçik yazıldığı üçün bir neçə posta biz bir məlumatı yerləşdirə bildiyimiz üçün daha yaxşıdır. Və endirim postlarını da təbii ki qeyd eləyə bilərik. Belə. Ümid eləyirəm ki, sizə faydalı oldu və bugünün tapşırığı nədir? Şərt deyil, eləyib mənə göndərəsiniz. Bugünün tapşırığı əsas özünüz üçün, əgər hər hansı bir məqsədiniz varsa, yəni qərar vermisinizsə ki, bu səhifəni açacağam və ya səhifəniz varsa, həmin səhifədə optimizasiya işləri görəsiniz, profil şəklindən tutmuş, bioqrafisi olsun, highlight olsun, hər birini detallı şəkildə analiz edib, dəyişikliyə ehtiyac varsa dəyişəsiniz, yoxdursa sıfırdan bir səhifə açıb artıq başlayasınız. Və həmçinin 3 dənə sizin işinizə uyğun, açdığınız səhifəyə uyğun 3 dənə kontent yazmaq. Bu faydalı məlumat ola bilər, satış ola bilər və əyləncəli. Yəni 3 hissəyə bölərək 3 dənə kontent yazmaq. 2 dənə tapşırığımız var. Biri səhifə optimizasiyası, qeyd eləyin. Biri də kontent yazmaq. 3 dənə kontent. İndi mən paylaşımı bitirirəm. Günay xanıma göndərəcəm. Buradan bir dənə daxil olun. Sizin suallarınıza. Davam edən suallarla. Profilimi açsam baxa bilərsiniz. Təəssüf ki, o artıq konsultasiyaya daxil olur. Ona görə baxa bilməyəcəm. Əgər istəsəz konsultasiya formasında eləyə bilərik, bəli. Amma belə ödənişsiz şəkildə təəssüf ki, olunmur. Daha sonra ödənişi istəsəz şəxsiyə yazarsınız, orada qeyd eləyərəm. Bu təlimləri tez-tez edirsiniz. Çox faydalıdır. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Xeyr, təəssüf ki, mən artıq 1 ilə yaxındır ki, belə təlimlər eləmirdim. Ancaq ödənişli kurslar keçirəm və 2 agentlikdə çalışdığıma görə çox da zamanım olmur. Sağ olsun Günay xanım belə bir şəraiti yaradıb, həm sizlər üçün, həm mənim üçün. Əgər istəsəniz, belə deyim ki, kurslardan yararlana bilərsiniz. Amma bu təlimləri çalışarıq ki, daha çox olsun. Xoşdur, buyurun. PDF-ləri mən göndərmişəm axı Günay xanım. Mən 2 dərsin də PDF-ini göndərmişəm sizə. Bu da 3-cü, bunu da göndərəcəm. PDF-lər göndərilib. Bəlkə ola bilsin ki, qrupu nəzərdən keçirməyiblər. Mən yenidən mənə yazsınlar. Aha, tamam. Əla. Deməli, başqa sualı olanlar, mən demişdim ki, suallarınızı qeyd eləyin, qəşəng sual-cavab eləyək. Əlaqə nömrəmi burada qeyd eləyərəm. Kim istəsə. Instagram səhifəm. Əgər səhifəniz varsa və ya səhifə açacaqsınızsa, məni izləməyi unutmayın. Belə. Başqa, TikTokda Meta Ads reklamı tutmur. TikTokun özündə reklam vermək olur artıq. Meta yox, TikTok Ads-dən reklam vermək olur və ya TikTokun heç Ads meneceri açmadan özündən belə reklam vermək olur. Orada da fərqlidir. Yəni biri var ki, siz TikTokun özündən versəz reklamı $1, $2, $3 reklam verə bilirsiniz. Amma TikTok Ads-i açsaz, yəni oradan belə deyim reklam kabineti falan yaratsaz, bir reklam üçün minimum büdcə $10 olmalıdır. Bu da çox sahibkara sərf eləmir. Ona görə TikTokun özündən verirlər reklamı. Kursu 1 aylıq keçirəm. Cəmi 1 aylıqdır. Həm reklam dərsləri ayrı olur. İstəsəz reklam dərslərini ala bilirsiniz. 5 dərslik. Həm də ümumi SMM kursu var. O da 1 aylıqdır. PDF-ləri yenidən göndər, zəhmət olmasa mən qrupda tapa bilmədim. Tamam, okey. Mən də görmürəm PDF. Instada
daha tutumlu olur məncə. Bir də mən bölgə seçimlərində biraz çətinlik çəkirəm. Bölgə seçimlərində çətinlik çəkirsinizsə, detallı şəkildə targetinqi deməli yaxşı bilmirsiniz. Instagramın özündən boş-boş pul xərcləməyin. Çünki Instagramın özündən reklam verdikdə çox da yaxşı nəticə ala bilmirik. Ona görə Metadan, Ads Manager-dan veririk reklamları daha detallı şəkildə. Orada bölgədir, targetinqdə hər bir şeyi seçə bilirik. Aha. Daha sonra tamam, PDF-lər bu gün bir də göndərilir istəsəz qrupa hər üçü və mənimlə cəmi bir dərsimiz qalır. İnşallah növbəti dərsimizə kimi də suallarınızı hazırlayın, maksimum yararlanmağa çalışın. Edirəm müştəri gəlir, amma coğrafi baxımdan yəqin yaxşı araşdırın, biraz daha yaxşı olar inşallah. Xoşdur, xoşdur Nazilə xanım. Uğurlar sizə. Belə başqa sualı olan varmı? Təşəkkürümüzü bildiririk sizə Suğra xanım, dəyərli zamanınızı ayırdığınız üçün. Əziz iştirakçılar, siz də iştirakınız üçün təşəkkür edirik. Növbəti təlimdə görüşənədək gecəniz xeyrə. Sağ olun, gecəniz xeyrə. Sağ olun.